Zaman bir çay kimi axıb keçdi. Düz 45 il əvvəl 1981-ci ilin o unudulmaz bahar günündə ömrümüzün ən gözəl çağını, məktəb illərini geridə qoyub hərəmiz bir tərəfə boylandıq. Ərkivanın o doğma küçələrindən, canımızdan əziz müəllimlərimizdən və parta yoldaşlarımızdan ayrılarkən qəlbimizdə min bir ümid, min bir arzu var idi. "45 il. Bu, sadəcə təqvimdəki rəqəmlər deyil. Bu, yaşanan keşməkeşli bir ömür, qazanılan uğurlar, böyüdülən övladlar və saçlarımıza düşən dəndən ağrılardır. Amma bu illər bizdən məktəb illərinin o saf, təmiz sevgisini ala bilmədi. Bugün biz yenidən bir aradayıq. Zamanı geriyə fırladıb, yenidən o doğma sinif otaqlarına, o qayğısız günlərə qayıdırıq. Bugün həm də böyük bir minnətdarlıq günüdür. Bizi cəmiyyətə xeyirli bir insan kimi yetişdirən, bugün həyatda olan və ya dünyasını dəyişən bütün müəllimlərimizin ruhu qarşısında baş əyirik. Eyni zamanda bu 45 illik zaman kəsiyində sıralarımızdan vaxtsız köçən, xatirələri daim qəlbimizdə yaşayacaq əziz sinif yoldaşlarımızı rəhmətlə anırıq. Xoş gördük, əziz dostlar, sirdaşlar. 45 ildən sonraki bu tarixi görüşümüz mübarək. Ömrümüzün bu yetkin və gözəl çağında payız yarpaqları kimi yox, qəlbimizdəki o sönməz Ərkivan məktəb alovu ilə yenidən bir yerdəyik. Tədbirimiz mübarək, dostluğumuz əbədi olsun. Keyimimiz, hüququmuz biridir. Şagirdidir hamımızın adı da. Elə bil ki boyumuzda eynidir. Aman Allah nə xoşbəxtdik biz onda. Bir müəllim töhmətiydi dərdimiz. Bir töhmətdən için yanırdı. Hələ onda bilmirdik ki bunu biz bir gün necə həsrət ilə anarıq. Dünya hələ bizim üçün nağıldır. Min arzuyla aşırdıq, yanırdıq. Özümüzü biz hamıdan ağılır, özümüzü nə bəxtəvər sanırdıq. Məktəb illəri ömrümün ən şirin duyğulu qayğısız günləri. Hər anı bir ömrə bərabər sehirli günləri, ən təmiz arzulu günləri. Məktəb illəri ömrümün ən şirin duyğulu qayğısız günləri. Hər anı bir ömrə bərabər sehirli günləri, ən təmiz arzulu günləri. Hələ onda bu dünyanın şərindən, yalanından xəbərimiz yox idi. Qəm-qüssəmiz, kədərimiz bir damcı, hələ onda sevincimiz çox idi. Yazılanı bir silgiyle pozmakta bizim üçün nə asandı, nə asan. Xəbərsizlik ömrümüzə biz hələ taley yazan, pozulmayan yaz
günlerin her anı bir ömre beraber sevgili günlerin en temiz arzulu günlerin. Mektep illeri ömrümün en şirin duygulu kaygısız günleri her anı bir ömre beraber sehirli günleri en temiz arzulu günleri En temiz arzulu günleri en temiz arzulu Düz 45 il keçib o vaxtdan bəri, amma unudulmur məktəb illəri. İndi xatirələr gəlibdir dilə, zəng səsin duyunca qaçırdıq çölə. Ağlı fəltə başır sinif otağı, dəhlizlər dolurdu uşaq səsilə. Müəllim bizim üçün müqəddəs idi, o günlər əzizdir xatirəsilə.